Kiyevdə Zelenskinin malikanəsi sökülür. Kiyevdə 19-cu əsrin sonunda tikilmiş Zelenskilər ailəsinin malikanəsində icazəsiz söküntü işlərinə başlanılıb. Unikal xəbər verir ki, bu barədə Ukraynskaya Pravda nəşri məlumat yayıb. Yəni polislərin gəlməsinə baxmayaraq mülk tikinti kranı ilə sökülməkdə davam edir. Nəşr yazıb. Sökülmə işlərinə kimin başlatdığı məlum deyil. Ukrayna Ailə Məhkəməsi tarixi binanın sökülməsini qanunsuz elan edib. Yaxşı, Kiyevdə 19-cu əsrin sonunda tikilmiş Zelenskilər ailəsinin malikanəsində icazəsiz söküntü işlərinə başlanılıb. Bəs Zelenski özü hardadır? Niyə müdaxilə etmir dövlət başçısı? Çox maraqlıdır. Necə ola bilər ki, Zelenskilərə aid olan, ailəsinə aid olan malikana sökülsün? Maraqlıdır. Yəqin ki, açıqlamalar veriləcək. Yenə də deyirəm, Zelenski hardadır? Niyə görə müdaxilə eləmir? Niyə görə münasibət bildirmir? Niyə görə? Yəqin ki, yaxın vaxtlarda münasibət bildirər.